Niyə alqı-satqı işini görən şəxslərə alverçi deyə müraciət edəndə biraz hiss edirəm ki, onlara təsir edir bu. Əsəbləşdirir onları. Niyə? Əslində əsəbləşdirmir, sadəcə alverçi sözü biraz daha kiçik bazar üçündür, belə biraz da müsbət. Siz bazarı böyütmüsünüz də, yəni əməlli başlı iş görürsünüz də. Yəni hörədir ki, buradayıq da. Alverçi deyəndə daha çox mənfi fikirlər yaranır. Bilmirəm, indi ümumi hamımızda elə yaranır deyə. Alverçi yəni nə bilim biraz bilmir. Əslində elədir. Sən əslində onu demək istəmirsən, mən bilmirəm nə demək istəyirsən. Aha. El arasında belə bir söz var, əslində alverçilərə necə baxırıq? İndi xəttinə dəyməsin də o işi görənlərin. İnanmırıq da o insanlara. O yaxşı o sözü demirəm. Amma inamsızlıq var da bir daha çox düşünürük ki, bir yalan danışırlar, bizi aldadacaqlar. Hətta orada sayt üzərində paylaşırlar kimsə şəxsi avtomobilini satır. Yazır ki, aşağısında elan edilməsin. Alverçilər narahat eləməsin. Bəli, alverçilər narahat eləməsin. Niyə biz alverçilərdən qorxuruq? Bilirsiniz niyə? Bu xarakterlə bağlı bir şeydir. Yəni bu istənilən bir sahədə var da. Məsələn, jurnalistlərdə də var. Məsələn, digər istənilən bir peşədə var ki, əgər bu adamlar bunu pisə doğru istifadə ediblərsə bu peşəni daha çox. Artıq o halda bunların adları mənfiyə doğru yönəlir də. O peşənin adı mənfiliyə doğru yönəldiyinə görə cəmaətdə avtomatik elə bir psixologiya yaranır. Amma hər işin onda alqı-satqı işini görən şəxslər arasında çox problemli adamlar olduğuna görə, bəli, zaten əksəriyyəti problem yaratdığına görə, ona görə alverçilərin belə bir deyir adın çıxınca canın çıxsa yaxşı. Bəli, tam razıyam. Adı çıxıb o işin sağlam görənlər də istər-istəməz problem yaşayırlar. Amma elə alverçidən maşın almaq daha yaxşıdır ki, çünki alverçi pis maşına pul vermir.